Salam əziz dinləyicilər. Bugün əlimizdəki müqəddəs mətnlərin, istər Tövrat, istər İncil, istərsə də Quran olsun, əslində hansı ortaq nöqtədə birləşdiyinə nəzər salacağıq. Çox vaxt bu kitabları bir-birinə rəqib kimi görsək də, onların daxili məntiqi vahid bir məqsədə xidmət edir. İnsanı qaranlıqdan nura çıxarmaq. Müqəddəs kitaba nəzər saldıqda, müqəddəs yazıların məqsədi belə izah olunur. Bütün müqəddəs yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salihlik tərbiyəsi üçün faydalıdır. Beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin. Yəni bu kitablar sadəcə tarixi hekayə deyil, insanın xarakterini formalaşdıran bir tərbiyə vasitəsidir. İncil bizə deyir ki, bu yazıların məqsədi insanın həyat tapması və həqiqəti tanımasıdır. Maraqlıdır ki, Quran da bu məqsədi eyni ilə təsdiqləyir. Maidə surəsi 46-cı ayədə İncil haqqında belə deyilir. Biz ona, yəni İsa'ya, içində hidayət və nur olan İncili verdik. O, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Göründüyü kimi, Quran özündən əvvəlki yazıları nur, yəni işıq adlandırır. Hər iki kitabın ortaq məqsədi eynidir. İnsana yol göstərmək və onu Allahın rəhminə yönəltmək. Müqəddəs kitab bizə Allah məhəbbətdir, yəni 1 Yahya 4:8 deyərək sevgini imanın mərkəzinə qoyur. Quran da Allahı Rəhman və Rəhim, yəni mərhəmətli və rəhimli adlandıraraq eyni şəfqətə çağırır. Əgər bir mətn insanı nifrətə, ayrılığa və cahilliyə sürükləyirsə, deməli o mətnin ruhu deyil, insanların yanlış şərhləri danışır. Çünki ilkin mənbələr, yəni həm müqəddəs kitab, həm də Quran bizi bir-birimizi anlamağa və vahid köklərimizə qayıtmağa səsləyir. Bugün bizə lazım olan şey kitabları bir-birinə qarşı qoymaq deyil, o yazıların ortaq ruhunu, yəni ədaləti, mərhəməti və sülhü yenidən kəşf etməkdir. Unutmayaq ki, həqiqət birdir, sadəcə dillər və xitablar fərqlidir. Dinlədiyiniz üçün təşəkkürlər.